Salam. Bugün 9-cu sinif test toplusundan belə bir sualın izahına baxırıq. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur yazılıb və yanlış da yazılıb. Doğrudurun altındakı fikirlər doğru olmalıdır. Yanlışın altındakı fikirlər yanlış olmalıdır. Əgər əksi olarsa biz o fikri götürmürük. Çünki bizdən uyğun fikirlər istəyir. Gəlin indi fikirlərimizi oxuyaq. Fe'li bağlama tərkibi zaman zərfliyinin ifadə vasitəsidir. Gəlin cümləmizi birinci növbədə sintaktik təhlil edək. Biz dərənin dibinə çatdıqda qoyunların orada yatdığını, alabaşın isə sevinə-sevinə quyruğunu buladığını gördük. Gördük xəbər. Biz mübtəda. Nə vaxt gördük? Dərənin dibinə çatdıqda. Bu zaman zərfliyi olur. Nəyi gördük? Qoyunların orada yatdığını. Nəyi gördük? Alabaşın isə sevinə-sevinə quyruğunu buladığını. Bir fe'li bağlama tərkibi zaman zərfliyinin ifadə vasitəsidir. Doğru fikirdir. Dərənin dibinə çatdıqda zaman zərfliyidir və fe'li bağlama tərkibi ilə ifadə olunub. Birinci fikrimizi götürdük. İkinci, mübtəda əvəzlik, xəbər isə əmr şəklində olan fe'llə ifadə olunmuşdur. Mübtədamız biz, şəxs əvəzliyidir. Doğru fikirdir. Xəbərimiz gördük. Gördük əmr şəklində olan fe'l deyil. Orada bizim şuli keçmiş zaman şəkilçimiz var və zaman şəkilçisi olduğu üçün xəbər şəklindədir. Deməli, ikinci fikrimiz yanlış olduğu üçün onu götürmürük. Üçüncü fikrimiz, tamamlıqların ifadə vasitəsi fe'li sifət tərkibidir. Qoyunların orada yatdığını, alabaşın isə sevinə-sevinə quyruğunu buladığını. Hər ikisində dığı şəkilçisi var və bu da fe'li sifət şəkilçisidir. Həmçinin tərkib yaradıb. Üçüncü fikrimiz yanlışın altından yazılıb, amma doğru fikirdir. Deməli, üçüncünü götürmürük. İkinci dərəcəli cümlə üzvləri həm mübtəda, həm də xəbərlə sintaktik əlaqədədir. Cümlədə ikinci dərəcəli cümlə üzvlərindən yalnız zərflik və tamamlıqlar var. Yadımızda saxlamaq lazımdır ki, zərflik və tamamlıq xəbərlə sintaktik əlaqədə olur, mübtəda ilə sintaktik əlaqədə ola bilməz. Deməli, dördüncü fikrimiz yanlış olduğu üçün və yanlışın altından yazıldığı üçün onu uyğun fikir olaraq qəbul edirik. Cavabımız olur 1-4 B variantı. Video sizin üçün faydalı oldusa, mənə dəstək üçün kanala abunə olmağı unutmayın.